Geçen illəri Panteon məbədinə girə bilməmişdim. Bu illər görmüşüm, qismət oldu. Əsas nəyə görə? Buna görə şeytanın gözü. Panteon yəni əslində çox maraqlı bir yerdir, tikilidir. Qızınızı gətirin ki, bu 2-ci əsrdən qalmış bir məbəddir. Yəni təsəvvür etmək olmuş, yəni 1800 il bura bu səviyyədə qalıb. Qısaca tarix 2-ci əsrdə inşa olunub. Roma İmperatoru Adrianın döneminde, hakimiyyəti döneminde ve 609-cu ildə isə artıq bura bütpərəst məbədindən çıxaraq kilsə kimi fəaliyyətə başlamışdır. Çox dəhşət və gözəl bir məbəddir.